Baba buradadır. Gel. Salam ay usta. Salam. Sağ ol. Salam. Necəsən? Yaxşı. Usta, Onur mənim nəvəmdir. Lap yaxşı. Gəlir gedir hərdən bu uşaq bura. Onur mənim himayəmdədir. Uşaqlıqdan saatsazlığa çox həvəsi var. Vallahi evə baxsan bir tərəfdə onun dəftər kitabıdır, o biri tərəfdə sınıq saatlar, alətlər. Səhərdən axşama kimin özü üçün məşğul olur. Bir gün bir evdə işləməyən saat vardı. Gördüm qışqıra-qışqıra gəlir ki, baba, saatı düzəltdim, işləyir. Baxdım gördüm doğrudan da saat işləyir. Sevincindən az qalmış ki, quş kimi uçsun. Bir də kim ondan soruşur ki, ay Onur, böyüyəndə kim olacaqsan? Deyir ki, saat saz. Odur ki, ay usta, gəldim səndən rica edeyim. İmkan varsa Onur'u şagirdliyə götür. Bilirsiniz, mən ümumiyyətlə şagird götürmürəm. Amma bu Onur ustanın həvəsi məsələn mənə də maraqlı gəldi. İstəyərdim ona kömək eləyim. Amma təəssüf ki, görürsünüz də burada yerim balacadır. Yenə də çalışaram nəsə kömək eləyim. Bir yol taparıq inşallah. İndi ki yay tətili başlayıb, yəqin ki vaxt olar, Onur da gələr biraz məşğul olar sizdə. Evim burada yaxındadır, parkın yanında. 52-ci ev. Hələ biz də parkın girişində yaşayırıq. Baba, mən əmidəyin evi tanıyıram. Keçəndə görmüşəm. 52 yazın. Tanıyırıq, görürsən, maşallah. Bunlar hər şeyi bilirlər. Yaxınsızsa lap yaxşı. Gələr bizə inşallah, gücüm çatandan nə lazımdırsa öyrədərəm. İmkan olsa arada burada gəlib gedər. Usta, ondan nə vaxt deyərsən, onda gələr. Şənbə günü saat 3-dən sonra evdə olacam. Özün gələ bilərsən bizə? Hə, gələrəm. Özünlə dəftər, bir də qələm. Götürüb gələrsən. Saatlarımı da gətireyim. Onları sonra gətirərsən. Usta, çox sağ ol. Allah səndən razı olsun. Onur sənə əmanətdir. Sağlıq olsun, sənin xəcalətindən çıxacaq. Narahat olmayın. Nə lazımdırsa əlimdən gələni eləyəcəm. Usta, Allah köməyin olsun. Sağ ol. Sağ ol. Sağ ol. Sağ-salamat. Gəl bala, gəl gedək. Yadından çıxmasın. Şənbə günü saat 3-də. Yaxşı? Ayız.